Prezident İlham Əliyev dövlət ümumi təhsil məsələlərində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əmək haqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq dövlət ümumi təhsil məsələlərində çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram. 1. Dövlət ümumi təhsil məsələlərində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli sərəncamın birinci hissəsinə uyğun olaraq müəyyən edilmiş aylıq vəzifə maaşları 2016-cı il aprelin 1-dən orta hesabla 10% artırılsın. 2. Nazirlər Kabineti 2.1 Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil məsələlərində çalışan müəllimlərin, həmin məsələlərin direktor və direktor müavinlərinin vəzifə maaşları sxemi, vəzifə maaşlarına əlavələrin məbləğini 2016-cı il aprelin 1-nədək təsdiq etsin. 2.2 Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hesablayıb Azərbaycan Prezidentinə təqdim etsin. 2.3 Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılması 3 ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin. 2.4 Bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 17 mart 2016-cı il.